پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين اللهم وفقنا في العلم والعمل الصالحين بحق محمد وآله الطيبين الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəli, bizim dərsimiz şəkkiyatda idi, namazda şəkk eləmək. Dünənki dərsimizdə, yəni bundan öncəki dərsimizdə namazın rəkətlərinin ədədində şəkk edərəmsə, nəzrinə əlac eləyəcəkdim. Vəzifəm nə idi? Onların barəsində danışdıq və bu günləri isə əşşukukulləti la yu'təna biha. Bəzi şəklər ki var, namaz qılan insan əgər o şəkkə düşsə namazda, həmən şəklərinə etina etməyəcəkdir. İndi bəli, bunu dünən qeyd eləmişdik ki, 6 dənə yeri vardı ki, 6 yerdə bir insan, bir namaz qılan şəkk eləsə namazda şəkkinə etina etməyəcək. Yəni elə bir ki, əslən şəkk etməyib. Onlardan biri budur ki, ma izâ kânə şəkku bə'dəl firâğı minəl əməl. Bir insan namaz qılırdı, namaz qılandan sonra məsələn şəkkə düşdü. Mən görəsən namazımı düz qıldım, namaza görə həmd surəni düzgün səhih formada oxudum ya yox. Kəma izâ şəkkə bə'dəl qiraəti fi sihhatiha. Məsələn, həmd surəni oxumuşdu, həmd surədən sonra şəkkə düşdü. Görəsən mən səhih oxumuşam, yoxsa səhih oxumamışam. Bu halda namaz qılan deyəcək ki, mən səhih oxudum, düz oxumuşam, namazı da səhihdir. Əv şəkkə bə'də mə salləl fəcr. Bu birinci qism belə idi ki, misalımızda həmd surədən sonra rüküyə getmişəm, səzd edəmişəm, səzdlərdə şəkkə düşmüşəm, mən həmd surəsi ki oxumuşdum ha. Həmd surəni səhih oxudum, səhih oxumadım, dedi şəkkinə etina etməyəcək, namazını davam edəcək, namazı yerindədir. İndi birdən bir insan namazı qılıb, qutarıb, əslən namazı qılandan sonra şəkk eləyir ki, görəsən, mən bu namazı 2 rəkət qıldım. Məsələn, sübh namazı qılırdı. Ağa, sübh namazı misalı. Əv şəkkə bə'də mə salləl fəcrə fi ənhə kanid rəkəateyn, əv əqəl, əv əksər. Sübh namazını qılıb, əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu deyəndən sonra namaz qılan bu bəndə, bu mümin şəkkə düşür. Görəsən, mən şəkkə düşüb, görəsən ki, 2 rəkət qıldım sübh namazı, yoxsa 2 rəkətdən az qıldım, yəni 1 rəkət qıldım, yoxsa 3 rəkət qıldım. Deyir, elə ki, sən əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu deyibsən, ondan sonraki şəkki və etina etməyəcəksən. Namazın elə 2 rəkətdir, namazın səhiyyidir, səndən başqa bir şey tələb olunmur. Bu bizim nədir? Şəkki, yatına ki, bağışlanan şəklərdir, o birinci idi. İkinci budur, ma izâ kânə şəkku bə'də xurucil vaxt. Əgər bir insan şəkk eləyə, amma vaxtı çıxandan sonra, məsələn, kəma izâ şəkkə fil ityani bi salatil fəcr bə'də ma tələqəti şəms. Sübh namazının vaxtı çıxandan sonra şəkkə düşür, görəsən mən namazı qıldım, yoxsa qılmadım. Bu da şəkkinə etina etməyəcək. Məsələn, gəlib məğrib namazı bu vaxtıdır. Gecənin bir aləmində şəkk edir. Görəsən, mən zöhr namazını qılmışam, ya yox. Vaxtı artıq çıxıb, həmən şəkkədə etina etməyəcək. Üçüncü budur ki, ma izâ kânə şəkku fil ityan bi cüz'in bə'də mə dəxəl. Fîmâ lâ yenbəği duxul fihi şər'an mə'al ixlal bi şükuk fihi amdan sevan kana cüz'an əv qeyri. Bəli, bir insan şəkk eləyir, namazın bir hissəsində, amma namazın digər bir hissəsinə daxil olub. Görəsən, bunun vəzifəsi nədir, gücü nədir? Əgər bir insan, bayaq vurduğum misal kimi, bir insan səcdədədir, şəkk eləyir, mən həmdi oxudum, yoxsa oxumadım. Oxudum, oxumadım. Bayaq misalımızda səhih oxudum, səhih oxumadım. İndi isə oxumuşam, oxumamışam. Deyir ki, nədir? Şəkkinə etina etməyəcək.
İndi bu istər namazın bir cüz'ü ola, istər qeyri cüz'ü ola, məsələn qunut ola, ki namazın cüz'ü deyil. Bunlar hamısı şəkk eləsə bir sözlə, əgər məhəlli keçibsə, digər bir cüz'ə daxil olubsa, digər bir zikirlə məşğuldursa, ondan öncəki etina etməyəcək. Misalları vurduq. Məsələn, hətta fərz eləyək ki, Həmd oxudum, gələcək qabaqda biraz da geniş bunun haqqında söhbət eləyəcək. Həmd surəni oxumuşdum. Mən gəldim rükudiyəm, rükdən qaydanda şəkk eləsəm ki, Həmd oxumuşam, oxumamışam, şəkkimə etina etməyəcəm. Ma izâ kəsurə şəkk. İndi bəli, bundan sonra gəlirik kəsiru şəkkə. Çox şəkk eləyən insan, bir insan çoxlu şəkk eləyir namazda. Fə izâ şəkkə fil ityani bi vacibin bəna aləl ityani bihi. Əgər bir insan namazda çox şəkk eləyirsə, indi şəkk eləyib namazın vacibatından bir şey yerinə yetirib yoxsa yetirməyib, bu halda deyəcək ki, yerinə yetirmişəm, namazı da tamamlayıb, namazı səhih. Kəma izâ şəkkə beynə səcdəti və səcdətəyn. Şəkkə düşüb, görəsən mən namazda bir dənə şəkk, bir dənə səcdə yerinə yetirmişəm, yoxsa ikinci səcdəni yerinə yetirirəm, və yaxud da iki səcdə yerinə yetirdim. Yəni görəsən mən iki səcdə məndən tələb olunurdu bir rəkətdə. Hər rəkətdə iki səcdə. Mən bu hal-hazır olduğum rəkətdə iki dənə səcdə yerinə yetirmişəm, yoxsa bir səcdə yerinə yetirmişəm, yenə şəkkini etina etməyəcək, deyəcək ki, iki səcdə yerinə yetirmişəm. Fəinə bənə xeynədən alə ənəhu ətə bi səzdətəyin. Binanı özür qoyacaq ki, iki dənə səzdəni yerinə yetirib. Və izə şəkkə fil ityani bi mufsidin bənə alə adəmihi. Əgər bir insan namazda şəkk eləyə ki, namazı pozan işlərdən bir şey eləmişəm. Bu hansı insandır? Çox şəkk eləyən insandan söhbət eləyirik. Yəni, məsələni qarışdırmayaq. Kəmən şəkkə kəthirən fi salatil fəcr. Bir insan daimən sübh namazında, ən çox sübh namazında şəkk eləyirdi. Sübh namazında elə şəkk eləyir bu. Görəsən mən 2 rəkət qıldım, yoxsa 3 rəkət qıldım. Axı sübh namazında bir insan rəkətin ədədlərində şəkk eləyərsə, nə demişdik o hökmündə? Demişdik ki, namazı batilir, mufsiddir, namazı pozur. İndi bu insan da gəlib namazda elə bir yerdə şəkk eləyir ki, namazı pozan bir hissəsidir. Elə bir namazçı həmən namaz batıl olmalıdır əslində. Hansı namazdır? Sübh namazının 2 və 3-cü rəkətində şəkk eləyir. Mən 2-ci rəkətdiyəm, yoxsa 3-cü rəkətdiyəm. Binanı qoyacaq ki, bu 3-cü rəkəti yerinə yetirməyəcək. 2 rəkət namaz qılır və namazını tamamlayacaq və bundan heç bir şey tələb olunmayacaq. Yəni, hətta səydiyə səhv belə səbəb olmayacaq, onu qəst edir. Fəinnəhu yubna alə ənəhu ləm yəti bit-thalitə və yetimmu salatəhu və la şeyə aleyhi və la fərqə fi ədəmil i'tina bil-şəkki izə kəthurə beynə ən yətəalləqə bir-rəkəqat əvil-əcza əviş-şurut. Bəli, ağa buyurur ki, biz ki dedik ki, bir insan ki, çox şəkk eləyəndir, çox şəkk eləyən insana ki, dedik ki, sən şəkki və etina eləməyəcəksən, şəkki və ehtimam eləməyəcəksən, yəni namazı elə o cürünə tamamlayacaqsan, namazın da səhihdir. Bu, namazın rükunlarına aiddir təkcə, namazın yəni cüzlərinə, qiraətdə, yəni Fatihə surəsində də şəkk eləsə bu cürdür hökm, namazın şərtlərindədir, hansı bir yerdə şəkk eləyirsə, indi kəthir şəkkin özünün mənasını deyəcək. O hissələrdə əlbəttə eynidir, fərqi yoxdur, ağa deyir. Məsələn, insan şəkk görəsən, elə şəkk eləyir ki, bu yer görəsən mübahdır, mübahdır, görəsən bu yerin qəsbidir, qəsbi deyir. Və yaxud da ki, görəsən mən dəstəmazlayıram, elə şəkk eləyir. Paşam, paş deyirəm və ilaxır və s. Bu cür şeylərdə şəkk eləsə, yenə şəkkini etina etməyəcək. Yəni, namazın şərtləridir bunlar. Paçlıqdır, yeri mübahlığıdır. Bunda da hətta çox şəkk eləsə, şəkkini etina etməyəcək. Və aləl cümlə la yə'təni əv la yu'təna bişəkk kəthiru şəkki və yəbni mə'ahu alə sıhhatil əməlil məşkuli fihi. Deyir, başqa bir sözlə xülasətül kəlam, çox şəkk eləyən şəkkini etina etməyəcək, binanı qoyacaq ki, mənim bu şəkk elədiyi şey ki var ha, onda binanı qoyacaq ki, mən əməlimi düzgün yerinə yetirmişəm. Və tətəhəqqəqu kitrətü şəkk, yaxşı.
Biz ki bayaqdan deyirik, çox şəkk eləyən və çox şəkk eləyən şəkkinə etina etməyəcək, ehtimam eləməyəcək. Yaxşı, bu çox şəkk eləyənin meyarı vardır. Çox şəkk eləyən necə bilər ki, bu insan çox şəkk eləyəndir? Mən özüm necə bilim ki, mənim çox şəkk eləyənin xaricdə olan bir fərdiyəm, bir müstaqiyəm. Bunun nə bilim? وتتحقق كثرة الشك بعروض الشك أزيد مما يتعارف عروض للمشاركين مع صاحبه في اغتشاش الحواس وعدمه زيادة معتدا بها عرفا فإذا كان الشخص في الحالات العادية bəli. Ağa bu ki, çox şəkk eləyən insan ki var, onda şək ariz olur ürfən. İnsan məsələn bir şeyə şəkk eləyə bilər. Yəni adi bir şəklər deyirsən, təkdən bir vaxt şəkk eləyir, amma bu insanda mütəarifdən, yəni adətdən daha da adi haldan daha çox şəkk olur bu insanda. Çox şəkk eləyir. Və çoxlu şəkdə budur ki, görürsən şeytan gəlir bunu alladır. Şeytan vəsvəs eləyir buna. Bunun havasları bir sözlə bunu güc gəlir. Bu istəyər məsələn artıq məsələn ədədin rəkətlərində artıqlığında şəkk eləyə bilər, nöqsanlığında şəkk eləyə bilər. Başqa bir ibarə ilə deyir, deyir ki, bir insan ki, bir namazda 3 və 3 şəkdən çox olsa, o insan kəthir-ü şəkdir. Yəni 3 namazda, 3 namazı keçməmiş şəkk eləyir bu. Halat-ı adi la tamdı aleyhi salatü salavat illa və yaşukku fi vahidə. 3 namazdan birində şəkk eləyir. Məsələn, fərz eləyir gün ərzində sübh namazı, zöhr, əsr namazı. Bu 3 namazın birində şəkk eləyir. Fəhuvə min əfrad kəthir-ü şək. Həmən insan çox şəkk eləyən insanların bir xaricdə olan fərdi hesab olunur. Deməli, bir insan başqa bir ayrılsın. Bizə sual versələr ki, biz necə bilək kəthir-ü şəkk edəyəcək? Kəthir-ü şəkk odur ki, adətən insanlar şəkk eləyir, o şəkdən çox şəkk eləyir. O insanlardan fərqli şəkdir. Bunun şəkki çoxdur. Və 3 namazın birində şəkk eləyir. Sümmə İnnə kəthirətə şəkki in ixtassət bi mavdi'in bi ən kanət min xavasihi və simatihi fələ bidə min ən yəməl fi ma'adahu bi vətifəti şək qeyrihi minəl mükəlləb. Əgər bir insan ki, biz qeyd elədik ki, namazın, məsələn, fərz eləyək, ədədlərində 3 namazın birində şəkk eləyir. Yerin bizim məlumdur. Və yaxud da ki, daimən səzdələrdə şəkk eləyir. Rüşuda daimən şəkk eləyir. Deyir, indi kəsir şəkki var, çox şəkk eləyən ki, xas olsa bir yerə, xüsusi bir şeydə şəkk eləsə, lazımdır onda nə eləsin? Başqa, namazın başqa hissəsində başqa digər insanlar ki, şəkk eləyir, onların şəkki kimi şəkki olacaq bunda da. Yəni, o şəkkinə uyğun hökmlərə əməl eləyəcək. Da bu insan kəthir şəkkin hökmündə olmayacaq. Misal vurayım, daha da biraz geniş olsun. İzâ kanı kəthirətü şəkki fi xüsusi rəkaat, ləm yətəni bir şəkki fiha. Bir insan 3 namazın birində, namazın ədədlərində şəkk eləyir daimən. Ona görə bu insana dedi, kəthir-ü şəkdir. 3 namazın birinin ədədlərində daimən şəkk eləyir. 3 deyəm, 4 deyəm, 2 deyəm, 3 deyəm, 4 deyəm, 4 deyəm, 5 deyəm, 5 deyəm, 6 deyəm. Hansı ki, bunu bundan öncəki dərsdə geniş şəkildə izah elədik. Amma indi gəlib fəizə şəkkə fil ityan bir ruku əvəs sucud. İndi gəlib şəkk eləyir, ruku və səzdədə şəkk eləyir. Həmişə şəkki nədə idi? Ədəd, namazın rəkətlərinin ədədində. İndi gəlib rukuda şəkk eləyib, bir dəfə şəkk eləyib. Buna biz deyək, sən elə çox şəkk eləyənsən, bu şəkk və etina eləmə, deyir, xeyr. Bunun şəkki digər insanların şəkki kimidir. Digər insanlar nəyə əməl vəzifəsi nə idisə, bu insanda vəzifəsi odur, ona əməl etməlidir. Və yaxud da səzdədə şəkk eləyir. Əv qeyri zəlikə müəlləm yəqtur şəkku fihi lazım ahlu ityan bihi izə kana şək qablə duxul fil qeyr. Bəli, əgər məsələn fərz eləyək, bunu biraz izah eləyək. Şəkk eləyib rükuda, əgər o rükuda şəkk eləyibsə, vəzifə bu daimən namazın rəkətlərinin ədədində şəkk eləyərdisə, indi gəlib rükuda şəkk eləyibsə, vəzifəsi rükunu yerinə yetirməkdir. Əgər səzdələrə daxil olub səzdələri yerinə yetirməyibsə.
Fərz eləyək, əyildi, istəyirdi başını möhrə qoya, yadına düşdü ki, mən görəsən rükünü yerinə yetirmişəm, yoxsa yerinə yetirməmişəm. Vəzifəsi nədir? Ayağa qalxacaq, rükünü yerinə yetirəcək. Baxmayaraq ki, bu insan çox şəkk eləyəndi, amma namazın ədədlərində çox şəkk eləyəndi. Və əmmə izə ləm yəkun kəzəlikə kəma izə təhəqqəqə musammər kisrə fi fi'lin müəyyən kər-rüku' Summa şəkə fi fi'l. Yox, əgər bir insan təkcə orada yox, bu elə namazın çoxlu hissələrində şəkk eləyir. Namazın çoxlu hissələrində şəkk eləyir. Buna deyirlər ki, bu çox şəkk eləyəndir. Fi fi'l müəyyən feillərdə, namazın müəyyən feillərində bu çox şəkk eləyir. Rükuda da çox şəkk eləyir, səcdədə də çox şəkk eləyir. Deyir, namazın əgər, məsələn, fərz eləyək, müəyyən bir feilində şəkk eləsə rüku kimi, sonra şəkk eləsə digər, məsələn, rüku, indi müəyyən eləyir ki, bir dənə rükuda şəkk eləyir çox, feilindədir, ədəd rəkatın ədədlərindədir, feilində, məsələn, rükudadır, sonra şəkk eləsə, başqa bir şeydə, səcdədə şəkk eləsə, məsələn, adi ki, zahirən elə, bu səcdədə də şəkkinə etina etməyəcək. Beşinci budur ki, ma izə şəkkəl imamu və hafizə aleyhil mə'mum və bil'aks. Fə izə şəkkəl imam beynət thəlati vəl-ərbəə. Deyir, əgər birdən imam şəkk eləyə, məmumun isə yadında, imam şəkk eləyir, 3-cü rəkətdəyəm, yoxsa 4-dəyəm. Ancaq məmumun yadındadır ki, biz 4-cü rəkətdəyik və yaxud da 3-cü rəkətdəyik və yaxud da əksinə. Məmum şəkil görürsən 3-dəyik, 4-dəyik, baxı görür imam ayağa qalxır. İmamın yadındadır, 3-dədir. Fə izə şəkkəl imamu beynə səlati vəl-ərbəə. Əgər imam şəkk eləyə, 3-dədir yoxsa 4-dədir, məsələn, və kanəl mə'mum hafizan. Bunu bayaq dediyimizi misal kimi vurur ağa. 3-də, 4-dədir imam şəkk eləyə, amma məmum bilir ki, məsələn, 3-deyəm. İmam öz şəkkini etina etməyəcək, bu məsələdə qaydacaq məmuma. Məmum məsələn deyəcək ki, bihavlillah, ayağa qalxacaq. İmam da bu məsələdə məmum kimi ayağa qalxacaq, yəni məmuma qaydacaq bu məsələdə. Və kəzalikəl əks, əksində bayaqlar misal vurdu. İmam 3-cü rəkət yadındadır ki, 3-deyəm. Məmum isə elə bilir ki, elə bilmir, elə bilir bu cürə şək gəlir zehninə, 3-deyəm yoxsa 4-də. İstəyir ki, təşəhhüd desin, görür imam ayağa qalxır. Burada kimə tabi olacaq məmum? İmama tabi olacaq. Və la fərqə fi zəlikə beynə şəkku fir-rəkəati və şəkku fil-əf'al. Bu fərq eləməz namazın rəkətlərinin ədədində şəkk eləyə, yoxsa namazın feillərində şəkk eləyə, bayaq dediyimiz formada namazın feillərində şəkk eləyir, səcdədə şəkk eləyir. Görəsən mən 2-ci səcdədəyəm, yoxsa 1-ci səcdədəyəm. Ola bir-birinə tabi olacaq bu məsələdə. Fə izə şəkkəl mə'mum fil-ityani bis səcdəti thaniyə. Əgər məmum şəkk eləyə, görəsən mən 2-ci səcdəni yerinə yetirmişəm ya yox. Vəl imam ya'ləm bizəlikə. Amma imam bilir ki, yerinə yetirmişəm və yaxud da yerinə yetirməmişəm. Bu məsələdə məmum qaydacaq imama. Və həmçinin də əksinə, əgər imam şəkkə düşə, 1-ci səcdəni yerinə yetirdim indi, yoxsa 2-ci səcdəni yerinə yetirdim, qalxandan sonra şəkkə düşür ki, mən 2-ni yerinə yetirmişəm, ayağa qalxam, gördü ki, işarə elədi və yaxud da məmum ona işarə elədi və yaxud da məmum başını möhrə qoymayla, zikri deməklə məmuma bildirdi ki, hələ ki biz 2-ci səcdələrini tamamlamamışıq. Bu halda imam məmuma tabi olacaq. La fərqə fi rücu'i şak minəl imami əvil mə'mumi iləl hafizi minhuma beynə ən yəkuna hifzuhu alə nəhvil yəqin və ən yəkuna alə nəhvil zan. Biz ki deyir ki, bayaqdan qeyd edirik ki, imam şəkk eləyəndə məmumun yadında olsa, yəqinən məmuma qaydacaq və yaxud da ki, məmum şəkk eləyəndə imamın yadında olsa, imama qaydacaq. Deyir, bu görəsən yəqinən məmum bir işi bilə,
Yoxsa məmum bu yəqinən bilə ki, mən 3-cü rəkətdəyəm, yoxsa zənnən elə. Zənn yəqinə yaxın bir mərhələdə qeyd eləmişdik, amma yəqinən biraz aşağıdır, yəqinə yaxın mərhələdir. Onu yəqin kimi götürürük. Deyir, bunun heç bir fərqi yoxdur. Məmum və yaxud da imam, ikisindən biri bu məsələlərdə istər yəqin ola, istər zənn ola, bunun fərqi yoxdur. La fərqə fi rucu'i şakki minəl imam əvəl məmum iləl hafızi minhuma beynə ən yəkunu hifzuhu alə nəhvil yəqin yadda saxlayana ki, qaydacaqdı, şəkdə olan, fərq eləməz yadda saxlayan. Bunu yəqinən bilir, üştiyən və yaxud da zənnən bilir. Fəşşakku minhuma yərca ilə zan kəma yərcu iləl mutayəqqin. Şəkk eləyən, zənn eləyənə qaydacaq, necə ki, şəkk eləyən yəqində olana qaydırdı. Necə yəqində olana qaydırdı? Bəli, eyni qaydada elə şəkdə olan insana qaydacaqdı. Və izə ixtələfə bizzənni vəl-yəqini amilə kullun minhuma bi vazifatihi. Əgər birdən ixtilaf eləsələr zənnən yəqində, biri yəqinən bilir ki, 3-cü rəkətdəyəm, bir də zənn edir ki, 4-cü rəkətdəyəm. Onda bu imamla məmumun cəmaat namazındadılar. Vəzifələri nədir? Ağa buyurur, bunların vəzifəsi budur ki, hər kəsən öz vəzifəsini əməl eləyəcək. Əgər mənim hal-hazırdakı halım zənn isə zənnimi əməl eləyəcəm. Yəqində olanda yəqinlə əməl eləyəcək. Məsələn, imam yəqinlə bilir 3-dəyəm. Və yaxud da imam zənnlə bilir mən 3-cü rəkətdəyəm. Ayağa qalxıb bir rəkətdə qılmalıyam. Məmum isə zənn edir ki, xeyr, mən 4-cü rəkətdəyəm, təşəhhüd deyib salam edəcək. Və yaxud da əksinə, imam 4 bilir, məmum isə zənn edir ki, biz hələ 3-də idik. Vəzifəsi nədir? Ayaq üstə qalxacaq, bir rəkətdə namaz qılacaq, 4-ü tamamlayacaq. Məsələn, İzə zannəl mə'mum fis salavatır ruba'iyyə ənəmə biyədhi hiyə salisə. Məsələn, mə'mum zənn eləyir ki, hal-hazırda 4 rəkətli namaz qılıram, 4 rəkətli namazın 3-cü rəkətindəyəm. Və cəziməl imam isə cəzmən yəqinən bilir ki, mən 4 rəkəti qılıram. İndi vurdığımız misalı tərcümə edirik. Vəcəbə aləl mə'mumi, ağa buyurur ki, məmuma vacibdir. Ən yadulmə iləyhə rəkətən muttasilətən. Vacibdir ayağa qalxsın, məmum bir rəkətdə namaz əlavə olar namaz qılsın. Əlavə deyəndə üçün bunun zənninə əsasən 3 rəkətdir. İmamın yəqininə əsasən 4 rəkətidir. Ayağa durub bir rəkətdə namaz qılacaq. Bu məsələdə imama qayıda bilər. İcazəlidir ki, zənn eləyən şəxs imama qayıtsın, sual veririk. Deyir, xeyr, icazəli deyil. Və la yəcuzu ləhu, yəni məmuma icazəli deyil, ən yərciə iləl imam. Bu məsələdə imama qayıda bilməz, çünki şəkk məsələsi deyil, zənn məsələsidir. Məmumun imama qayıtması və yaxud da imamın məmuma qayıtması şək halındadır. Amma zənn halında olanda nə məmum imama, nə də imam məmuma qayıtma. Hər kəsən öz yəqininə və zənninə əməl etməlidir. İzə ixtələfəl imam vəl-mə'mum fi cihəti şək fəin ləm təkun beynəhuma cihə müştərəkə amilə kullun minhuma bi vazifətihi. Əgər birdən imamla məmum şəklərində müxtəlif şəkk eləyərlər, şəklərində müxtəlifdirlər və şəklərində elə bir şəkk eləyirlər ki, birinin digərinə şəkkinin ortaq, müştərək, yəni nədir, oxşar cəhəti yoxdur. Oxşar cəhət, müştərək cəhət olmadığı təqdirdə hər kəsən öz vəzifəsini əməl edəcək. Bir dənə misal vuraq, namaz olaraq bir misal vuraq. Kəma izə şəkkəl məmum şəkk eləyir, 2 deyəm, yoxsa 3 deyəm. İmam şəkk eləyir, 4 deyəm, 5 deyəm. Bunların oxşar nöqtəsi var, xeyr yoxdur. 4, 5, 2, 3. Biri 2 deyəm, 3 deyəm şəkk eləyir. Biri 4 deyəm, 5 deyəm şəkk eləyir. Tamamilə fərqlidir şəklər. Yəni, müştərək cəhəti yoxdur bunların. Bu halda hər kəsən öz
şəkkinə uyğun əməl eləyəcəkdi. Və illa, yox əgər birdən imamla məmum elə bir şəkk eləyərlər namazda, bunların namazına oxşar cəhət ola. Və əlqa kullun minhuma cəhətil imtiyaz min tərəfi. Məsələn, bir misal vuraq. İza şəkkəl imam beynət thələti vəl-ərbəə. İmam şəkk eləyir 3 deyəm, yoxsa 4 deyəm. Məmum da gəldi şəkk elədi 2 deyəm, yoxsa 3 deyəm. Və kana şəkkül məmum beynəl ithnin və thələt. Bənəyə aləs-sələt. İmam şəkk elədi 3 deyəm, 3-cü rəkət deyəm, yoxsa 4-cü rəkətdə. Məmum şəkk eləyir 2 deyəm, yoxsa 3 deyəm. Bunların müştərək cəhət var ha. Bunları cəm eləyən hansı 3? Məmum şəkk elədi 2 deyəm, 3 deyəm. İmam şəkk eləyir 3 deyəm, 4 deyəm. Eyni namazdadılar ha. Bunları cəm eləyən bir dənə nöqtə var. Müştərək nöqtələr nədir? 3-dür. Deməli binanı qoyacaqlar 3 deyək. Bənəyə aləs-sələt. Fəinnəl mə'mum yərci'u iləl imam fi ənəmə biyədihi leysət bis-saniyə. Bu məsələdə məmum qaydacaq imama. O deyirsən 2 deyəm, 3 deyəm də şəkk edir axı. Dayı deməyəcək 2 deyəm, deyəcək 3 deyəm. Vəli imam da bu məsələdə qaydacaq məmuma fi ənə leysət bir-rabi. 4-də deyiləm, elə 3 deyəm. Və la hacdə xinə izin ilə salatil ehtiyat. Bu təqdirdə ehtiyat namazına ehtiyac qalmayacaq. Bir dəfə deyirəm. Əgər imam şəkk eləyə 3-dəyəm, 4-dəyəm. Məmum, imama iqtida edən şəxsə deyirik məmum. İmama iqtida edən şəxs şəkk eləyə 2 deyəm, 3-dəyəm. Bunları bir yerə cəm eləyən nöqtə nədir? 3-cü rəkət. Hər ikisi 3-də 3 var, hər ikisində 3 var. Birin imamda 3-4-dür, məmumda 2-3-dür. 3 var hər ikisində. İmam bu məsələ, məmum məsələ deyəcək ki, imama tabi olaraq, imama qaydacaq bu məsələ deyəcək 2-ni ləğv eləyəcək, deyəcək 3 deyəm. İmam da qaydacaq məmuma, deyəcək 4-də deyiləm, 3-dəyəm. Binanı qoyacaqlar 3-ə, namazı davam eləyəcəklər. Ehtiyat namazına ehtiyacı var. Ağa bir ki, ehtiyat namazına ehtiyac olmayacaq. Bu 5-ci nöqtənin məsələlərindən. İndi 6-cı. Biz ki demişdik, 6 dənə hal var ki, o 6 halda şəkkə etina etməyəcək. Ma izə kanə şəkku fi ədəd rəkəatin nafilə. Bir insan müstəhəb namaz qılır, nafilə namazı. Nafilə namazının rəkətlərinin ədədində şəkk edir. فَإِنَّ هَذَا الشَّكُّ لَا يُعْتَنَى بِهِ. Nafilə namazının rəkətlərinin ədədində şəkk edən şəxs şəkkinə etina etməyəcək. Vəl-musalli, namaz qılan şəxs bu halda ixtiyar sahibidir. Axı bunu həll eləməlidir. Şəkk eləyir, mən görəsən 2-ci rəkətdəyəm, 3-cü rəkətdəyəm. Neyniyəcək? Axı bu məsələni gərək həll eləyə. Şəri vəzifəsi nədir? Musalli ixtiyar sahibidir. İxtiyar sahibi aza qoysun binanı və yaxud da çoxa qoysun. Əgər çoxa qoymayın namazı batil etməzsə. Amma mənim vurduğum misal namazı batil edir. Hansı? 2 deyəm, 3 deyəm, 3 rəkətdir. Namaz yoxdur ki, 2 deyəm, 3 deyəm, yəni binanı qoyam 2 deyəm. Şəkk eləsəm 2 demişdim, yəni binanı qoyam 2-yə. Çoxa qoymaram. Şəkk eləsəm 1 deyəm, 2 deyəm, binanı 2-yə də qoya bilərəm, binanı 1-ə də qoya bilərəm. İxtiyar sahibiyəm. Hansı namazlardadır bu? Müstəhəb namazlarında. Əgər müstəhəb namazında namazın rəkətlərinin ədədində şəkkə düşərəmsə, ixtiyar sahibiyəm, aza qoyam. Əvvəldə deyir ki, şəkkə etina etməyəcəm. Mənim vəzifəm yaxşı nə olacaq? Namaz qılanın vəzifəsi budur ki, namaz qılanın ixtiyar sahibidir, ixtiyar verir şəriətimiz. Aza da qoya bilər, çoxa da qoya bilər. Şəkk eləsə 1 deyəm, 2 deyəm, çoxa 2-yə qoya biləcək. Şəkk eləsə 2-də 3 deyəm, aza qoya bilər, 2-yə qoyacaq. 3-ə qoya bilməz, niyə? 3-ə qoysa namaz batil olar. Necə namaz batil olur ki? Bəli. Bizdə nafilə namazları 2 rəkətdən artıq
yoxdur. Bəli, namazlara görə 12 rəkət nafilə namaz qılan, amma o namazları 2 rəkət qılırıq. 3 rəkətli namaz yoxdur ki, bizdə nafilə namazı. Ona görə də ən çoxu nədir? Nafilə namazının rəkətlərinin ədədi 2 rəkətdən ibarətdir. Mən də nə edəcəm? 2-yə qoyacam. Və yətəəyyənül bina aləl əqəlli fīmə izə istəlzəməhu. Bayaq dediyimiz cür, əgər birdən bir insan yətəəyyən bina aləl əqəllə qoyacaq, aza qoyacaq, əgər çoxa qoysa namazı batıl olar. 2-dən 3 deyəm, şəkki qoysa 3 deyəm, onda nə olar? 3-ə qoysa namaz batıl olar, yəni 2-yə qoysun. Kəma izə şəkkə beynəl isneyni, isnəteyni və səlas. Əgər şək gəlsə 2-ci rəkətim, yoxsa 3 deyəm. Vəl əfdalı bina aləl əqəlli. Daha yaxşı olar ki, 2 aza qoysun, ixtiyar sahibinə daha yaxşı olar. Aza qoysun ki, müstəhəb namazıdır, namazı əldən verməsin, azından, yəni 2 rəkətlə tamamlasın. Bu hansı namazdadır? Bu nafilə namazlarındadır, amma vitr namazında deyil. Çünki vitr namazı bir rəkətdən ibarətdir. Vitr namazı bir rəkətdən ibarətdir. Hada fi qeyri salatil vitr, əvl vatr. Amma vitr namazında olsa necə? Və əmma fiha. Əgər vitr namazında olsa, فالأحوط إعادتها إذا شك أو إذا şukka fiha. Əgər bir nəfər şəkkə düşsə vitr namazında, birinci rəkət deyəm, ikinci rəkət deyəm, onda ehtiyat bunu tələb edir ki, ehtiyat vacib, yəni tələb edir ki, namazı iadə eləsin, yenidən qılsın. Niyə? Çünki vitr namazı bir rəkətdən ibarətdir. Vitr namazı bir rəkətdən ibarət olduğuna görə mən orada aza çoxa bina edə bilmirəm. Bəli, bu da bizim 6-cı idi və bundan sonra da yenə bu məsələ ilə bağlı olan, yəni nafil namazı ilə bağlı olan 3 dənə məsələmiz qaldı, amma vaxtımız bitdiyinə görə burada inşallah ki, dərsi saxlayırıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.